Salam əziz izləyicilər. Cambridge English KET səviyyəsi. Bu səfər test 2-yə keçirik. Reading yenə. Reading part 1. Bildiyimiz kimi burada ya e-mail ya belə reklam məqsədli bir şeylər paylaşılır və biz buradan o məntiqi çıxartmalıyıq. Suala uyğun şəkildə. Birinci sualdan başlayaq. Bu Evan Andy'yə yazıb ki, Andy, I need to borrow your laptop. Yəni sənin notebookunu borc kimi almalıyam. Yəni mine broke yesterday. Dünən mənimki xarab olub. Can I come and pick it up after dinner? Axşam yeməyindən sonra gəlib götürə bilərəmmi? Mənə tezliklə yaz deyir. Deməli Evan Andy'dən nə etməyini istəyir Andy'nin? Go and buy a laptop with him. Onunla bir yerdə gedib notebook almağı, xeyr. Bring him his laptop after dinner. Axşam yeməyindən sonra notebookunu gətirmək istəyir ona, xeyr. Yəni deyir mən ki xarabı gəlib götürə bilərəmmi səndən və ya sən mənə verə bilərsən məntiqi. C variantında isə deyir ki lend him his laptop. Yəni Andy'nin ona öz laptopunu ona verməsidir. Yəni lend burada da borc verməkdir. Yəni doğru cavabımız C-dir. Yəni məntiqi nə oldu? Deməli Evan Andy'dən laptopu borc kimi istəyir. Dolayısıyla Andy ona borc kimi verməyini istəmiş olur. Yəni məntiqlə C variantı burada doğru çıxır. İkinci sualda school bufeti, məktəb bufeti. Make sure your table is clean before you leave. Yəni tərk etməzdən əvvəl, yəni masanı əmin ol ki, ora təmizdir deyir. Burada hansı məntiqi çıxarır? The table may be clean before you eat. Sən yeməzdən əvvəl təmiz ola bilər, deyil. You must clean the table at the end of your meal. Yeməyini bitirdikdən sonra təmizləməlisən, bəli. You should leave the table before you clean it. Onu təmizləməzdən əvvəl masanı tərk etməlisən. Əksinə, tərsinədir burada. Keçirik 3-ə. Press any key to start the game. Oyuna başlamaq üçün bir tuşa tıkla. Bir yəni ki düyməyə bas. Do not press any key if you want to play. Əgər oynamaq istəyirsənsə heç bir tuşa tıklama deyir. Yanlışdır. You can't play if you don't press a key. Bir tuşa tıklamasan oynaya bilmərsən. Bəli. Mütləq ki tıklamalısan oynamaq üçün. Yəni bu doğru variantdır. When the game starts, press any key. Deyir, oyun başlayanda hər hansı bir tuşa tıkla. Xeyr. Zaten oyun başlaması üçün sən tıklamalısan. Burada da o məntiq alınmır. Keçirik 4-cü sualımıza. Please return each book to the correct shelf. Zəhmət olmasa hər bir kitabı düzgün rəflərə qoyun, yəni yerləşdirin. Burada hansı məntiq çıxır? Put the books you use back on their shelves. İstifadə etdiyiniz kitabları yerinə, öz rəfinə qoyun deyir. Doğrudur. Check that the right books are on each shelf. Doğru kitabların öz rəflərində olduğunu yoxlayın, nəzərdən keçir. Bu da yoxlamaq yox, lazım deyil. Yəni return, yəni gətir qoy mənasındadır. You mustn't take any books from the shelf. Rəfdən heç bir kitabı götürməməlisiniz. Bu da uyğun gəlmir. Gəlirik 5-ci suala. Wildlife Park, belə deyək də zoopark. 30% of the ticket for groups of 10 or more ask at ticket office. Burada da deyir ki 10 və daha artıq şəxsin iştirak etdiyi belə deyək qruplar üçün bilet 30% endirimli olacaq. Ask at ticket office, yəni həmin o bilet satılan güşədə belə deyək də istəyin ya da tələb edin kimi deyir. Burada hansı məntiq çıxır? You'll get a discount if you buy 30 tickets. 30 bilet alsan endirim qazanacaqsan. Burada əgər sadəcə bileti tək-tək kimi fikirləşsə, burada məntiqli gəlmir, amma ehtimal var ki, bu da ola bilər. You will enjoy the park more if you are in a group. Əgər qrup şəklindəsinizsə, daha çox ləzzət eləyəcək park. Ümumiyyətlə, bu haqda bir məlumat yoxdur. The ticket is more expensive if you are alone. Əgər təksənsə, daha baha başa gələcək bilet sənə. Burada da əslində eyni məntiq var.
Yəni biraz mübahisəli sualdır burada. Yəni A və C hər ikisi də məntiqlə ola bilər. Keçirik 6-cı suala. Hi Annie, can you ring the sports center to book the tennis court for our match? I'll bring the money when we meet there tomorrow. Salam Annie, zəng edə bilərsən idman mərkəzinə ki, bizim oyunumuz üçün tenis meydançasını belə deyək də rezerv etsin. Mən sabah bir yerdə biz görüşəndə pulu gətirəcəm deyir. Deməli, Terry Annie'dən nə istəyir? Yəni, Annie'nin nə etməyini istəyir? Pay for the tennis court, o tenis belə deyək də meydançasının pulunu ödəməsini xeyir. Give him some money, ona biraz pul verməsini xeyir. Make a phone call, bəli, zəng etməsini xahiş eləyir, hansı ki, sport centrə doğru cavabımız C variantdır.